Tetik barmaq sindromundan danışacağıq. Bəli. Bu nədir ümumiyyətlə? Bilməyənlər də bilsin. Siz açıqlama verin, daha sonra suallarımızı verərik. Tetik barmaq sindromu tibi adı tendinitdir, yəni vətərin sümüyə bağlantı yerinin iltihabı. Bunu niyə tetik barmaq deyirik? Çünki bu xəstələrin barmaqlarında belə bir görüntü qalır. Deyir ki, xəstə deyir ki, doktor, əlimi bükürəm, açanda fərq etməz. 5 barmaqdan hər hansı biri ola bilər. Digər, hamısı açılır, bu açılmır. Mən məcburam bunu əlimlə açım. Yəni, bu barmağın bu şəkildə qatlanıb qalması tetik, yəni silahın tətiyindən götürüm. Ona görə tetik barmaq deyirlər buna, sindrom olaraq. Doktor, mənim əlimdə var. Doktor Nazan xanımda var deyəsən. Ciddi mi? Bir baxın ona. Böyük məmnun. Qorxuram amma bunu. Baxın buradadır. Bəli. Tetik barmaq sindromunun ağırlıq nöqtəsi buralarda olmaz. Barmağın bittik nöqtəsindən basanda burada ağır olması müddəşir. Var, ha? Bəli. Bu tendinitdir bir mənalı. Məsələn, bax, bura basanda Sübutla olmayacaq. gətirmişik. Bura basanda olmayacaq. Burada yoxdur. Yoxdur. Bax, burada yoxdur. Sadəcə bu barmaq. Bax, bu görün burada nə boyda şiş var. Əlinizi bükün, açın. Bəzən olur ki, xəstələrdə çox qabarıq şəkildə bütün barmaqlar açırsınız. Məsələn, açın əlinizi. Bax, hamısı açır, bu barmaq ilişir qalır. Xəstə öz əli ilə tık gedir, beləsini açır. Yox, məndə elə bir şey yoxdur. Sizdə yüngül dərəcəlidir, amma aradan qaldırmağa da daha yüngül olur. Hələ təzədir. Yox, amma Burada ancaq şikayət varsa, qabağını alma tədbirləri mütləq vacibdir. Bu noxud boydaydı əvvəllər. Yoldaşım deyirdi, boş şeydir, məndə onda gərək əlim kəsilir, əlimin içi doludur belə şeylərlə. İndi böyüyüb.